son günlər ölkə ərazisində müşahidə olunan əlbəttə yağıntılı hava şəraiti Kür çayında suyun səviyyəsini artırıb. Bəli, iri çaylarda, xüsusən də Kürdə suyun səviyyəsinin artmasına səbəb olub həmin bu yağıntılar və bu artım daha çox çayın aşağı axınlarında, Salyan və Neftçala rayonlarında müşahidə edilir. Hazırda Kür çayının Salyan şəhərindən keçən hissəsindəyik və müşahidələrdən də göründüyü kimi çayda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Sakinlər deyir ki, bu artım hər gün davam edir. Son bir həftə ərzində Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 2 metrdən çox artıb. Bu isə əvvəlki illərdə daşqınların fəsadlarını yaşamış sakinlərdə yenidən narahatlıq yaradıb. Aramsız yağıntılar dağ çayları ilə yanaşı Respublikanın ən böyük su arteriyası olan Kürə də ciddi təsir göstərib. Kür boyu yaşayan əhali vəziyyəti diqqətlə izləyir. 2003-də, 2010-da da daşqınlarla rastlaşmışıq, çox əziyyət çəkmişik həmən dövrlərdə də. İndi hal-hazırda da nəsə elə bir şey gözlənilir. Əgər bu belə davam eləsə, çox güman ki, həmən illər təzədən təkrarlanacaq və əhali üçün böyük təhlükədir. Həyətlər üçün əsas təhlükədir. Neçə illərlə böyütdüyümüz yaşıllıqlar, ağaclar, hamısı zığ vuracaq, yandıracaq onu, şorsular yandıracaq onu. Əvvəllər də belə bir şey oldu. İndi cəmaət güclə bir təhər bağ-bağac salıbdır. Əgər Kürün daşması belə davam eləyərsə, təzədən onlar hamısı təzədən məhv olacaq. Demək olar son 2-3 ayda Kür tez-tez daşıyır, yatır, amma bu dəfə çox sürətlə qalxır su, çox sürətlə qalxır, daşıyır. Evlərdə insanlar səksəyən yaşayırlar. Hər səhər rastlaşırlar cəmaatla. Deyirlər səhərcə yatmamış, qorxurur birdən su gələr, qurun sular tökülər həyətlərə. Sonra bu elə bir ki, 1 metrdə qalxsa, həyətləri qurun sular basacaq. Bu da evlərə çox ziyan verəcək. İndi vaxtilə sağ olsun, yüksək bənd vurur, amma bənd vurmana baxmayaraq, yenə də bu qalxsa qurun sular həyət bazarları basacaq. Cəmaət də çox narahatdır cəmaət. Yəni ki, lazım tədbirlər hökmən görülməlidir. Yuxarı təşkilatlar hökmən qabaqcan gərək qabaqlı tədbirlər görsünlər. Mən özüm Kürün sahilində yaşayıram, 50 metr aralıda, gecə 80 metrəm. Amma hər gün səhər-səhər, axşam saat gəlib baxıram, hər gələn görürəm ki, su müəyyən qədər qalxıb. Burada indi yaşlı var, qoca var, xəstə var, gəlirlər, baxırlar, gedirlər, fikrə gedirlər, 80 yaşayırlar. Çünki 10-15 il bundan qabaq başımıza bu hadisə gəlib. Mən Babacanlı sakin olaraq, yəni gündə bu Kürün səhər axşam müşahidə edilib, həvəskar balıqçı kimi, Lotqanla mən gündəlik, yəni 2 dəfə, 3 dəfə Kürlə əlaqəm var. Yəni bu çətinlik yaradır da daimi. Vaxtında da çətinlik yaradır. İndi də o şey az qalıb, belə geçsə 5 günə, 1 həftəyə, 10 günə görürsən ki, həmin mövzular qayda təkrar olunacaq. Yəni bu suyun gəlişindən də bilinir ki, bu sürətindən məlum məsələdir ki, bu suyun dalı gəlinəcək. Yəni kəsilmə ehtimalı yoxdur. Belə getsə çox çətin olacaq. Məsələn, toğa meşələrində görürsünüz, onlar hamısı qurudu edir. Onlardan bir 2 metrə, 3 metrə bəri Kürün axını idi. İndi sadəcə olaraq basıb hamısını yox. O toğa meşələrinin harası metrə yarım saat su var orada. Su girib ora. Belə getsə gündə 2 gündən bir, 3 gündən bir görürsən 1 metrə. 1 metrə 20 santim suyun qalxma ehtimalı gəlir. Budur Kürün vəziyyəti. Müşahidələr göstərir ki, Kürdə suyun səviyyəsi demək olar hər gün yüksəlir. Təkcə son bir həftədə Salyan ərazisində artım minimum həddən müqayisədə 2,5 metri ötüb. Artım artıq çayın ekosisteminə də təsir göstərir. Əvvəllər görünən kiçik adacıqlar və ağaclar su altında qalıb. Salyan və Neftçala rayonları Kür çayının aşağı axınında yerləşir və Kürün özündə də xeyli su ehtiyatı yaranmışdır. Məncə hal-hazırda narahatlığa ehtiyac yoxdur. Ola bilər ki, hansısa bir yerdə quruntularının səviyyəsi qalxsın, lakin bu da ətraf üçün təhlükə törətmir. Salyan rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, çayda artım müşahidə olunsa da vəziyyət nəzarət altındadır və hər hansı fövqəladə hadisə riski qeydə alınmayıb. Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə Kür çayının səviyyəsi Salyan ərazisində 20 sm artaraq 685 sm, Neftçalada isə 4 sm artaraq 190 sm çatıb. Hazırda çayda su sərfi saniyədə 500-700 kubmetr arasında dəyişir.